Qarabağa qayıdış yalnız yurdumuza deyil, özümüzə, işıqlı gələcəyimizə qayıdışdır. Bu qayıdışın ən mühüm hədəfi ailələrimizin bu torpaqlarda xoşbəxt və firavan yaşamasıdır. Fəal, güclü və cəmiyyətdə öz sözünü deməyi bacaran ailələrin formalaşdırılması dövlətin sosial siyasətinin strateji xəttini təşkil edir. Dövlətimiz Qarabağa qayıdan hər bir ailənin, onun hər bir üzvünün yanındadır. Bu dəstək bizim üçün əvəz olunmazdır. Çünki güclü ailələr güclü dövlətin təməlidir. Ailənin dayağı olan qadınlarımız cəmiyyətin aparıcı qüvvəsi kimi böyük qayıdışa öz töhfəsini verir. Təhsil qızların öz potensialını reallaşdırmasına, şəxsi və sosial həyatda müstəqil olmalarına imkan yaradır. Qızlarımızın təhsil və inkişafı onların ən təbii haqqıdır. Tarixi köklərimizə söykənərək dəyərlərimizi qoruyub saxlamaq vətəndaşlarımızın rifahı və inkişafında mühüm rol oynayır. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası ilə 30 illik həsrətdən sonra doğma torpaqlara qayıdan insanlarımızın üzündəki təbəssüm bizim üçün ən böyük mükafatdır. Biz birlikdə daha güclüyük. Bərabər və güclü gələcəyə doğru.